Qoç. Yaxşı gündür, amma problemsiz keçməyəcək. İlham və yaradıcı qabiliyyətlərin oyanması bir çox problemlərə gözlənilməz bucaqdan baxmağa imkan verəcək. Bir çox qoç qeyri-adi dərəcədə cəlbedici olacaq ki, bu da onlara asanlıqla yeni tanışlıqlar qazanmağa və rəğbət oyatmağa kömək edəcək. Eyni zamanda sizin üçün vacib olan insanlarla kiçik fikir ayrılıqları da istisna oluna bilməz. Əgər inadkar olmasanız, çətinliklərdən qaça biləcəksiniz. Axşam ən yaxşı şəkildə sakit atmosferdə yaxınlarınız və ya köhnə dostlarınızla keçir. Çölə çıxmaq və böyük qrupları ziyarət etmək üçün ən yaxşı vaxt deyil. Bugün başqaları ilə hər hansı bir əlaqə sizdən həmişəkindən daha çox səbr və özünü idarə etmə tələb edəcək. Rəğbətinizi qazana bilməyən və hisslərini gizlətməyə çalışanlarla ünsiyyətdə olacaqsınız. Bununla belə çətinliklər olsa da münaqişələrin qarşısını almağı və hər kəslə yaxşı münasibətlər qurmağı bacaracaqsınız. Gün müstəqil iş üçün əladır. Narahat olmasanız və ya diqqətinizi yayındırmasanız, çox çətin işlərin öhdəsindən tez gələ çətin məsələləri həll edə bilərsiniz. Səhər pulla diqqətli olmalısınız, ancaq axşam əməliyyatlar və alışlar üçün uyğundur. Bugün üçün çətin və əhəmiyyətli bir iş planlaşdırmısınızsa, səbirli olun. İstədiyiniz nəticənin tez əldə ediləcəyi ehtimalı yoxdur. Çox güman ki, müttəfiqlərinizə və köməkçilərinizə əslində onlardan nə istədiyinizi izah etmək üçün bir neçə dəfə cəhd etməli olacaqsınız. Komanda işi təkəb olunmayan yerlərdə ünsiyyətlə bağlı çətinliklər yaşanmayacaq. Dostlar çox maraqlı şeylər təklif edəcəklər, hissiyatınız necə cavab verməli olduğunuzu zamanında müəyyən edəcək. Təkliflərlə ən qısa zamanda razılaşmaq daha yaxşı olar. Səhər mümkün qədər sakit və dostcasına qalmaq çətindir, amma çox vacibdir. Təxribatlara tabe olmayın, problemli münasibətləri yumşaltmağa və güzəştə getməyə çalışın. Bu, həm indi, həm də yaxın gələcəkdə bir çox problemlərdən yan keçməyinizə imkan verəcək. Həddindən artıq enerji xərcləməyin. Gün məsuliyyətli və yorucu işlərdən daha çox istirahət üçün daha uyğundur. Qısa bir fasilə nəinki sağalmağınıza, həm də planlarınızı düzəltməyinizə kömək edəcək. Bəlkə də yaxın gələcəkdə nələr etməli olduğunuzu və nəyi sonraya saxlayacağınızı anlayacaqsınız. Çox çalışsanız da sakit qalmaq çətindir. Həyəcan halınız qeyri-sabitdir, həmişəkindən daha çox hirslisiniz, tez-tez xırda şeyləri lazım olduğundan da ciddi qəbul edirsiniz, hər hansı bir xırda şeyə kəskin reaksiya verirsiniz. Bütün bunlar başqaları ilə yaxşı münasibətlər qurmağa mane olur. Ünsiyyət qurduğunuz insanlar bir çox cəhətdən kobud detalları hamarlamağa çalışırlar. Gün çətin işlərin öhdəsindən gəlmək, mürəkkəb problemləri həll etmək üçün idealdır. Enerjinizi dinc bir kanala yönəldin və axşam gün ərzində vaxtınızı nə qədər faydalı xərclədiyinizə özünüz də təəccüblənəcəksiniz. Buğa. Gününüz xeyir. Siz pozulmuş əlaqələri bərpa edə, yaxınlarda mübahisə etdiyiniz və peşman olduğunuz insanlarla münasibətləri bərpa edə biləcəksiniz. Bir çox buğalar ev işlərinə xüsusi diqqət yetirməli olacaqlar. Digər ailə üzvlərini ev işlərinə cəlb edin, onda siz hər şeyin öhdəsindən daha tez və asan gələcəksiniz. Ciddi məsələlərlə məşğul olmamalı və mübahisəli məsələləri müzakirə etməməlisiniz. Gələcəklə bağlı planlar haqqında düşünmək üçün əlverişli zamandır. Qarşınızda əlverişli perspektivlər açıla bilər, bunları vaxtında fərq etmək və qaçırmamaq vacibdir. Yaxınlarınız istənilən vəziyyətdə sizə dəstək olacaqlar. İşgüzar görüşlər, işlə bağlı hər hansı bir məsələni müzakirə etmək üçün ideal gündür. Maraqlı təkliflər ola bilər. Cavab verməyə tələsməyin, sakitcə bütün şərtləri öyrənin, onları daha gəlirli etməyin mümkün olub-olmadığını düşünün. Yeni hədəfləri həvəslə qəbul edirsiniz və bir çoxları bu cəhətinizi bəyənir. Cəsarət və özünə inamı olmayan insanlar üçün nümunə ola bilərsiniz. Yəqin ki, dostluq və ya romantik münasibətlər başlayacaq. Tamamilə gözlənilməz bir şəkildə inkişaf edəcəklər, çox canlı duyğular bəxş edəcəklər. Əhəmiyyətli məsələlər, vacib görüşlər və taleyüklü qərarlar üçün əlverişli bir gündür. İlk baxışdan anlaşılmaz görünən vəziyyətləri düzgün qiymətləndirmək, başqalarına nəyin çətin gəldiyini başa düşmək üçün yalnız bir neçə dəqiqəyə ehtiyacınız var, maliyyə də daxil olmaqla xoş sürprizlər ola bilər. Bir adamda güclü təəssürat yaratmaq istəyirsinizsə, bugün həmin insanla görüşməyə dəyər. Siz bugün cazibədarsınız. Bir çox insanlar bunu görəcək, dost olmaq və ya daha yaxından tanımaq istəyəcəklər.
Sevgi münasibətləri də baş qaldıra bilər. Günün başlanğıcı olduqca çətin olacaq. İşləriniz açıb-daşacaq, ilk növbədə nə ilə məşğul olacağınız aydın olmayacaq. Planladığınız hər şeyin öhdəsindən gələcəksinizmi? Əlbəttə. Bunun üçün fədakarlıq və özünütəsdiq tələb olunur, hər ikisi də sizdə kifayət qədərdir. Günortadan sonra qeyri-adi və maraqlı işlər üçün əladır. Çox yaxşı fikirləriniz doğulacaq. Uğur qazanmaq üçün çox çalışmaq lazım deyil, bəxtiniz gətirəcək və hər şey yolunda gedəcək. Ünsiyyət asan alınacaq. Hətta son vaxtlar tez-tez mübahisə etdiyiniz insanlarla da danışıqlar apara bilərsiniz. Sevdiklərinizlə fikir ayrılığı yoxdur. Cəsarətli planların işə düşdüyü bir gündür. Bugün sahib olacağınız fikirlər heç kimin ağlına gəlməzdi. Tanıdığınız bəzi insanların sizə həsədlə baxması təəccüblü deyil. Bununla birlikdə səmimi maraq göstərən və planlarının həyata keçirilməsində məmnuniyyətlə kömək edəcək insanlar da az olmayacaq. Təəccüblü və hətta taleyüklü təsadüflər mümkündür. Məsələn, son vaxtlar çox darıxdığınız bir insanla üz-üzə gələ bilərsiniz. Amma hisslərinizi etiraf etməkdən çəkinirsiniz. Bugün köhnə əlaqələri bərpa etmək üçün əlverişlidir. Təşəbbüs göstərməkdən çəkinməyin. Əkizlər. Ən asan gün deyil. Səhər bir çox əkizlər ən yaxşı əhval-ruhiyyədə olmayacaqlar. Unuda bildiyiniz köhnə problemlər və uzun müddətdir davam edən öhdəliklər yenidən sizi təqib edəcək. Ancaq boş qayğılara vaxt itirməsəniz və dərhal aktiv hərəkətlərə keçsəniz, hər şeyin öhdəsindən gələcək və itirilmiş vaxtın əvəzini çıxacaqsınız. Günün ikinci yarısında adətən fikir ayrılığınız olan insanlarla belə ümumi dil tapa biləcəksiniz. Axşam yaxınlarınızın əhatəsində keçirilməlidir. Uzun müddətdir sizi narahat edən mövzuları müzakirə edə bilərsiniz, bir-birinizi asanlıqla başa düşəcək və güzəştli həll yolu tapacaqsınız. Uzun müddət alınmayan işlərə yenidən qayıtmağa dəyər. Bu dəfə istədiyiniz nəticəni əldə edəcəksiniz və düşündüyünüzdən daha asan alınacaq. Ürəyinizi dinləyin, məsləhətləri məqsədə çatmağın ən qısa yolunu tapmağa və məsuliyyətsiz hərəkətlərdən qaçmağa kömək edəcək. Həmişəkindən daha çox qayğılarınız ola bilər, amma hələ də istirahət etmək üçün vaxtınız qalacaq. Sevdiklərinizə diqqət yetirməyə dəyər, sizinlə danışmaqdan məmnun olacaqlar, şənlənə və ilham verə biləcəklər. Axşam sevdiyiniz insanla vacib bir söhbət üçün ən yaxşı vaxtdır. Bir-birinizə çox şey söyləyəcəksiniz. Yeni işlərdə güc göstərmək üçün mükəmməl bir gündür. Məqsədinizə doğru gedən yolda çətinliklərin yarana biləcəyini düşünürsünüz, amma bundan heç qorxmursunuz. Əksinə, maneələri aşmaq, başqalarını çaşdıran problemləri həll etmək maraqlı görünür. Həvəsiniz başqalarını da yoluxduracaq, çoxları kömək etməyə hazır olacaq. Maliyyə problemlərinin həlli üçün əlverişli gündür. Hissiyatınız xüsusilə pul məsələsində kəskin olacaq. Boşuna israf etməyəcəksiniz. Qarşısını almaq mümkündürsə risk etməyin. Asan və bir o qədər də maraqlı gündür. Daha əvvəl yaxınlaşmağa belə cəsarət etmədiyiniz işlərin öhdəsindən tez gələ bilərsiniz. Çox işlər gözləniləndən daha asandır. Maliyyə məsələsində çox vaxt bəxtiniz gətirəcək planlaşdırılmamış satın almalar ümumiyyətlə uğurlu olacaq. Köhnə borclarınızı geri almağınız gözlənilir. Başqalarına kömək etmək üçün də yaxşı gündür. Sizin üçün əziz olanlara dəstək olmaq, yaxınlarınızın rahatlığı və rifahına qayğı göstərmək üçün bir yol tapacaqsınız. Axşam xoş ailə hadisələri və böyük xəbərlərin zamanı gələcək. Vaxtınızı sərbəst şəkildə bölə bilərsiniz, hələ planlaşdırdığınızdan daha çox vaxtınız qalacaq. Çətin görünən işləri tez həll etmək olar. Uzun müddət alınmayan işlərə diqqət ayırmaq yaxşı olar. Uğur qazanmaq üçün yeni bir metoddan istifadə etməli olduğunuzu başa düşəcəksiniz. Bunun üçün kifayət qədər qətiyyət və özünə inamınız var, köhnə dostlarla görüşməkdən məmnun olacaqsınız. Yaxşı xəbərlər gətirəcəklər, siz də onları sevindirmək üçün bir yol tapacaqsınız. Gözlənilməz hədiyyələr mümkündür. Adətən ucuz, lakin sevgi ilə seçilmiş bəzi şeylərdən söhbət gedir. Xərçəng. Gün biraz çətin başlayacaq, amma sonra hər şey yaxşılaşacaq. Adətən yaxşı anlaşsanız belə, digər insanlarla qarşılıqlı anlaşmaya nail olmaq çətin olacaq.
Bəzi xərçənglər həll edilmiş kimi görünən köhnə problemlərə qayıtmalı və bəzi şeyləri düzəltməli olacaqlar. İstək və təkliflərlə başqalarına müraciət etmək üçün ən yaxşı vaxt deyil. Günün ortalarına doğru emosiyalarınızın öhdəsindən gələ və ruhunuzu bərpa edə biləcəksiniz. Yeni başlanğıclar və aktiv fəaliyyətlər üçün yaxşı dövrdür. Siz hətta hamı üçün son dərəcə çətin və hətta qeyri-mümkün görünən işdə uğur qazanacaqsınız. Faydalı işlər üçün yaxşı gündür. Tamamilə yeni bir iş götürməyə və ya əvvəllər etdiyinizə qayıtmağa qərar verməyinizin əhəmiyyəti yoxdur. Hər halda tez bir zamanda müvəffəqiyyət əldə edə biləcəksiniz və yardıma ehtiyacınız varsa mütləq əldə edəcəksiniz. Qeyri-adi iş və ya təhsil təklifləri ola bilər. Həyatınızı dəyişdirmək istədiyinizi çoxdan düşünürsünüzsə, doğru anı qaçırmayın. İndi tamamilə yeni bir istiqamətdə ilk addımları ata bilərsiniz. Sevdiklərinizlə hər hansı birgə hərəkət haqqında danışıqlar aparmaq asan olacaq. Əvvəllər çox cəsarətli, demək olar ki, fantastik görünən planlar getdikcə gerçəkləşəcək. Gün çox yaxşı başlanğıc bəd edir. İlk yarısı nəinki məhsuldar, həm də çox xoş olacaq. Bəzən çətin bir iş görməli olacaqsınız, amma çətinliklər əhvalınızı pozmayacaq. Səyləriniz dərhal nəticə verməzsə yeni cəhdlər edir, əzmkarlıq göstərir və istədiyiniz nəticəni əldə edirsiniz. Günortadan sonra, xüsusən də bu müddət ərzində əhəmiyyətli görüşlər planlaşdıranlar üçün biraz daha çətin olacaq. Ciddi məsələləri müzakirə etməzdən əvvəl, bunun üçün əlverişli zamanın yetişdiyindən əmin olun və ətrafınızdakılar sizi dinləməyə hazır olsun. Tələsməyə səbəb yoxdur. Günün əvvəlində bəzi kiçik problemlər ortaya çıxa bilər, gözləmədiyiniz çətinliklərlə üzləşməyiniz gözlənilir. Ancaq ümumilikdə pozitiv əhvalın təsiri hər saat artacaq və günün ortasında işlərin o qədər də pis getmədiyini görəcəksiniz. Gün yeni bir şey almaq üçün əlverişlidir. Ehtiyac duyduğunuz hər şeyi tez öyrənəcəksiniz, çətin anlarda belə vəziyyəti tez başa düşəcəksiniz. Bundan əlavə, belə şeylər tez-tez xoş tanışlıqlar etməyə kömək edir. Bir dostluğun və ya sevgi münasibətinin başlaması mümkündür. Hər şey plana uyğun getməyəcək və gün çoxlu sürprizlərə yol açacaq. Başqa vaxtlarda bu sizi narahat edər və əsəbləşdirərdi, amma bugün çox sevindirici olacaq. Təcrübə aparmaqdan, yeni üsulları sınamaqdan zövq alacaqsınız və hətta tələsik vacib qərarlar vermək də sizi narahat etməyəcək. Köhnə dostlar, qohumlar və digər yaxın insanlarla ünsiyyət qurmaq üçün əlverişli bir gündür. Söhbət üçün çox maraqlı mövzular var və yeni planlar ortaya çıxa bilər. Çox gözəl fikirləriniz var, bəzi insanlar, ehtimal ki, onların həyata keçirilməsinə kömək etmək istəyəcəklər. Şiir. Günə vacib bir şeylə başlamayın. Ciddi və mürəkkəb vəzifələri planlaşdırmağa ehtiyac yoxdur. Diqqəti cəmləmək, güc toplamaq və prioritetləri təyin etməkdə çətinlik çəkəcəksiniz. Bəzi şirlər planlaşdırılmamış xərclərə ehtiyacla üzləşəcəklər. Sakit və tanış bir şey edin, yaşlı qohumlarla vaxt keçirin və müsbət düşüncə tərzinə girməyə çalışın. Günün ikinci yarısı kifayət qədər uğurlu alınacaq. Sizdə gizli istedadlar oyanacaq ki, bu da çətin vəziyyətlərdə qeyri-standart həll yollarını tapmağa kömək edəcək. Axşam çölə çıxmaq, tamaşalara, konsertlərə və ya sərgilərə getmək üçün idealdır. Hadisələr istədiyiniz qədər də sürətlə getmir. Xoşbəxtlikdən bugün gözləmək heç də lazım deyil, vəziyyəti dəyişə, çətin bir işi yerindən qaldıra, başqalarını daha sürətli hərəkət etməyə məcbur edə bilərsiniz. Liderlik qabiliyyətiniz güclüdür, buna görə həm maraqlandırmağı, həm də başqalarına ilham verməyi bacarırsınız. Yeni tanışlarda xoş təəssürat yaratmaq, uzun müddət sizə rəğbət bəsləyənləri sevindirmək asan olacaq. Bəlkə də tezliklə sizin üçün çox əhəmiyyətli olacaq romantik bir hekayə məhz bugün başlayacaq. Sakit gündür və heç olmasa bugün heç bir yerə tələsməməyiniz sevindirici haldır. Hər halda planlaşdırdığınız işlərə vaxtınız olacaq və daha çox zamanınız qalacaq. Son vaxtlar çox düşündüyünüz suallara cavab tapa bilərsiniz. Bu, əsasən gələcək üçün planların müəyyənləşdirilməsinə kömək edəcək. Uzaqdan xoş xəbərlərin gəlməsi mümkündür. Son vaxtlar görmək istədiyiniz, haqqında çox düşündüyünüz insanlarla münasibətləri bərpa etmək imkanı olacaq. Pul qazancınız gözlənilir, əhəmiyyətli məbləğdə olmasa da faydası kifayət qədər çox olacaq, yaxşı alış-veriş baş tuta bilər. Günün əvvəlində kiçik çətinliklər yarana bilər, ancaq əhvalınızı korlamayacaq. Planlarınız qrafikə uyğun getmirmi?
Problem deyil. Həvəslə sınaqlar keçirin, sürətli qərarlar verməkdən və məsuliyyət daşımaqdan qorxmayın. Bugün bir çoxları qibtə edilə biləcək bir məqsəd hissi nümayiş etdirəcəklər. Günortadan sonra şəxsi münasibətlər baxımından əlverişlidir. Sevdiklərinizlə ünsiyyətdən məmnun qalacaqsınız, dostlarınız böyük xəbərlər paylaşacaq və sevdiyiniz insan sizi xoş sürprizlərlə təəccübləndirəcək. Hər şey asan deyil və bəzən planlarınızı həyata keçirmək üçün ciddi səylər göstərməlisiniz. Bu sizi heç narahat etmir, çox çalışmağa hazırsınız. Yolda aşılmaz maneələr görmürsünüz, kiçik problemlərin öhdəsindən tez gələcəksiniz. Köhnə tanışların dəstəyi sizi razı salacaq. Onların sayəsində hər zaman hər işi düzgün etdiyinizi hiss edirsiniz. Sevənlər üçün də əlverişli bir gündür. Hisslərinizi etiraf etmək, romantik münasibətlərdə təşəbbüs göstərmək üçün yaxşı zamandır. Xüsusi bir görüş təşkil etmək istəyirsinizsə, təsəvvürünüzün boşa çıxmasından qorxmayın. Bu, sevdiyiniz insanda qalıcı bir təəssürat yaradacaq. Qız. Nailiyyətlər və nailiyyətlər üçün ən yaxşı gün deyil. Ancaq ev işləri ilə məşğul olmaq və uzun müddətdir məşğul olmadığınız şeyləri sıralamaq yaxşı olacaq. Heç yerə tələsməyə və artan iş yükünü götürməyə ehtiyac yoxdur. Yalnız planlaşdırılan hər şeyin öhdəsindən gəlmək deyil, həm də yaxşı istirahət etmək, güc və enerji qazanmaq çox vacibdir. Günün ikinci yarısı yaxınlarınıza kömək etmək, qohumları ziyarət etmək, ailə üzvləri ilə ürəkdən söhbət etmək üçün münasibdir. Bir çox qızlar valideynləri və ya uşaqları ilə qarşılıqlı anlaşmanı yaxşılaşdıra biləcəklər. Bugün sakit və mehriban davranmaq, təxribatlara uymamaq, məlumatlı qərarlar qəbul etmək sizin üçün o qədər də asan olmayacaq. Duygusal halınız qeyri-sabitdir, sakitliyi qorumaq həmişə mümkün olmur. Qərar verməyə vaxt ayırın. İnsanlar haqqında ilk təəssürat yalan ola bilər, gələn təklifləri dərhal düzgün qiymətləndirmək həmişə mümkün olmur. Hər şeyi başa düşmək üçün vaxt lazımdır. Və lazımi qədər vaxtınız da var, günün başlanğıcı əlverişlidir və bu zaman işgüzar görüşlər yaxşı keçəcək, vacib şəxsi məsələlər fikir ayrılıqlarından və anlaşılmazlıqlardan qorxmadan müzakirə edilə bilər. Yeni işgüzar fikirlər ortaya çıxa bilər. Onları həyata keçirmək üçün biraz vaxt lazım olacaq. Gözləməyə dəyər, əlverişli şərait biraz sonra inkişaf edəcək. Günün ikinci yarısı məhsuldar olmasa da ümumən yaxşı olacaq. Bu zaman üçün vacib bir şey planlaşdırmamaq daha yaxşıdır. Biraz fasilə verə bilərsiniz. Rahatlanın, işinizə ara verin və dərhal özünüzü daha şən hiss edəcəksiniz. Gün bir çox yeni fikirlərlə yadda qalacaq. Onların arasında ehtimal ki, dərhal həyata keçirilə bilənləri də var, dəstək olmadan asanlıqla reallaşdıra bilərsiniz, ancaq kömək təklif olunarsa imtina etməməlisiniz. Münasibətlər üçün ümumi işlər yaxşıdır və yaxınlıqda məqsəd və maraqlarınızı bölüşən insanlar olduqda əhvalınız da yaxşılaşacaq. İnadkarlığınız başqalarının büdrədiyi yerlərdə uğur qazanmağınıza kömək edəcək. Vəziyyət necə inkişaf etsə də planlarınızdan imtina etməyə hazır deyilsiniz. Və hər şey istədiyiniz kimi olacaq. Bugün üçün nə planınız varsa onu dəyişdirməyə hazır olun. Günün ilk yarısı sürprizlərlə, bəzi gözlənilməz hadisələrlə, xəbərlərlə doludur. Buna görə bəzi işləri təxirə salmalı və başqa məsələlərə diqqət etməlisiniz. Bundan məmnun olacağınızı söyləmək çətindir, amma şikayət etmək üçün də çox səbəb yoxdur, çünki bütövlükdə vəziyyət yaxşı inkişaf edəcək. Bugün üzünüzə təbəssüm gətirən səbəblər də az olmayacaq, birlikdə məşğul olduğunuz hər kəsi ruhlandıra bilərsiniz. Bir çox insanların niyə sizinlə dostluq etmək istədiyini başa düşməyiniz mümkündür. Həmçinin kimsə ilk baxışdan sizə aşiq də ola bilər. Tərəzi. Gün çoxlu xoş anlar gətirəcək. Əksər tərəzilər başqalarının gözündə qeyri-adi dərəcədə cəlbedici olacaqlar, ona görə də onlara rəğbət oyatmaq asan olacaq. Uzun və canlı bir romantik hekayənin başlanğıcını istisna etmək olmaz. Yaxın gələcəkdə etibarlı müttəfiqə çevriləcək insanlarla tanış olacaqsınız. Axşam biraz daha az uğurlu keçəcək. Yorğunluq yığılacaq, buna görə də həddindən artıq qıcıqlanmaya meyilli ola bilərsiniz. Buna görə də özünüzə sakit bir mühitdə istirahət vermək daha yaxşıdır. Müttəfiq tapmaq üçün əla gündür.
Nüfuzlu insanların dəstəyinə müraciət etmək və onlarla dost olmaq şansınız var. Çoxları əməli və ya məsləhətlər şəklində kömək etməyə hazırdır. Hissiyatınız dəqiq olaraq kimə müraciət etməli olduğunuzu söyləyəcək. Mürəkkəb iş problemləri ilə tez məşğul olursunuz. Təcrübəniz burada çox vaxt kömək edir. Sevdiklərinizlə fikir ayrılığına heç bir səbəb yoxdur. Ancaq bəzi yeni fikirləri bölüşmək üçün bugün çətin ki, uyğun gəlsin. Əvvəlcə bunları özünüz düşünün, müsbət və mənfi cəhətlərini tərəziyə qoyun. Tələsməyin. Gün yarı yolda qərar qəbul etmək və ya həyatınızda böyük bir dəyişiklik etmək üçün əlverişli vaxt deyil. Xüsusilə iş sahəsində ehtiyatlı olmaq daha yaxşı olardı. Sevdiklərinizlə danışacağınız çox məsələlər var, sizi dinləməyə hazırdırlar, ancaq fikirlərinizlə həmişə razılaşmırlar. İddia və məzəmmət mübadiləsindən çəkinərək bütün müzakirələri mümkün qədər sakit keçirməyə çalışın. Küskünlüyün qarşısını almaq, ahəngdar bir əlaqəni qorumaq üçün nəzakət və incəlik lazımdır. Gün hər hansı bir vacib işdən daha çox istirahət üçün daha uyarlı olacaq. Bugün konsentrasiya məsələsində çətinliklər yaşayacaqsınız. Bəzən diqqətinizi yayındıraraq səhvlər edə, vacib bir detala göz yuma bilərsiniz. Amma işinizə kömək edə və yaxşı məsləhətlər verə biləcək insanlar var, onlarla işbirliyində yararlana bilərsiniz. Hər hansı bir ailə hadisəsi möhtəşəm alınacaq. Ailənizlə, dostlarınızla və digər yaxınlarınızla görüşmək əhvalınızı dərhal qaldıracaq. Maraqlı fikirlərə səbəb ola biləcək çoxlu söhbətlər baş tutacaq. Yaxın gələcəkdə həvəslə onların həyata keçirilməsinə başlayacaqsınız. Çox güman ki, səhvlər olacaq, amma bundan çox da narahat olmayacaqsınız. Gün bir çox yeni imkanlar açacaq, bir dənəsini də əldən vermək istəmirsiniz. İnanılmaz təsadüflər mümkündür. Çox vaxt onların sayəsində uzun müddətdir cavab tapa bilmədiyiniz suallara necə aydınlıq gətirə biləcəyinizi başa düşəcəksiniz. Gözlənilməz görüşlər mümkündür. Bəziləri gizlicə görmək arzusunda olduqları insanlarla təsadüfən qarşılaşacaqlar. Bir zamanlar dəyər verdiyiniz münasibətləri geri qaytarmaq imkanınız olacaq. Ancaq bu işdə tələsməməlisiniz. Əvvəlcə həqiqətən nə istədiyinizi anlayın. Əqrəb. Çox şey edə biləcəksiniz. Enerji və qətiyyət hətta uzun müddət nəzarətinizdən kənarda qalan məsələləri də həll etməyə imkan verəcək. Başqaları ilə əlaqələr qurmaqda və onların dəstəyini qazanmaqda əla olacaqsınız. Bəzi əqrəblər faydalı insanlarla köhnə əlaqələri bərpa edəcəklər. Maraqlı şəraitdə perspektivli tanışlıqlar istisna deyil. Axşam yaxınlaşdıqca öz impulsivliyinizlə mübarizə biraz da çətinləşəcək. Yanlış nəticələrdən, yanlış qərarlardan və lazımsız xərclərdən qaçmaq üçün özünüzü əlinizdə saxlamağa çalışın. Gün problemlər gətirə bilər, amma əhvalınızı pozmayacaq və ya nikbinliyinizi əlinizdən almayacaq. Çox vaxt çətin bir problemi həll etmək fürsəti ilə sevinəcəksiniz, eyni zamanda başqalarına nəyə qadir olduğunuzu göstərə bilərsiniz. Cəsarətli təcrübələr uğurlu olacaq, standart olmayan həll yolları məqsədə tez çatmağınıza şərait yaradacaq. Ancaq gücünüzü çox qiymətləndirməyin, günortadan sonra istirahət yolunda olmayacaqsınız. Bu müddət ərzində yorucu işlər və ya vacib söhbətlər planlaşdırmamaq daha yaxşıdır. Sizi yaxşı tanıyan və sizi mükəmməl başa düşən insanlarla ünsiyyət qurmaq üçün əlverişli zamandır. Əlaqələrdə aydınlıq vacibdir. Bugün niyyətləri həmişə aydın olmayan qəribə insanlar sizi özlərinə cəlb edəcəklər. Kimsə açıq şəkildə simpatiyanızı qazanmağa çalışacaq, kimsə israrla cazibədar təkliflər irəli sürəcək. Yeni tanışlar barədə düzgün təəssüratı tez bir zamanda formalaşdırmaq həmişə mümkün olmur. Özünüzə biraz vaxt verin və münasibət qurduğunuz insanlar haqqında daha çox məlumat əldə etməyə çalışın. Təşkilati məsələlərlə məşğul olmağı bacaracaqsınız. Bugün bir çoxları başqalarına nəinki müstəqil işləyə biləcəyini, həm də başqalarına rəhbərlik edə biləcəyini göstərəcək. Bugün vacib məsələləri müzakirə etmək üçün çox da uyğun deyil. Kifayət qədər ciddisiniz, amma ətrafdakılar haqqında eyni şey deyə bilməzsiniz, buna görə də onlarla ortaq məxrəc tapmaq olduqca çətin alınacaq. Ancaq xırda şeylərdən danışa, gülməli hekayələr danışa, zarafat edə və əylənə bilərsiniz. Yeri gəlmişkən, yumor anlayışınız bir çoxlarında uzun müddətli təəssüratlar yaradır. Səfərlər yaxşı baş tutacaq. Birincisi, çox canlı təəssüratlar verəcəklər, ikincisi, xoş tanışlıqlar etməyə və ya maraqlı bir şey öyrənməyə imkan yaradacaqlar.
Günün əvvəlində bəzi əsəbi çətinliklər yarana bilər. Kiçik anlaşılmazlıqlar ən soyuqqanlı insanların da əhvalını poza bilər, amma xoşbəxtlikdən uzun müddət davam etməyəcək. Günün ortası xoş hadisələr və yaxşı xəbərlər gətirəcək, uzun müddətdir xəyal qırıqlığı yaradan bir problemi həll etmək şansı verəcək. Axşam saatları yaxınlaşdıqca başqaları ilə anlaşmaq bir o qədər asan olacaq. Çox vaxt əvvəllər ortaq dil tapa bilmədiyiniz insanları mükəmməl başa düşəcəksiniz. Uzun müddətdir mübahisə şəraitində olduğunuz bir adamla barışmaq istəyirsinizsə, buna elə bugün cəhd edin. Ox atan. Gün çətin keçsə də yaxşı keçəcək. Səhər diqqətinizi işlərə cəmləmək çətin olacaq. Ətrafınızdakı insanlar kiçik səbəblərdən diqqətinizi yayındırmağa başlayacaqlar. Bir çox oxatanlar yaxınlarına kömək etmək üçün planlarını təxirə salmalı olacaqlar, lakin bu çox da ağır olmayacaq. Qərar qəbul etməyə və vədlər verməyə tələsməyin, hər zaman vəziyyəti ağılla qiymətləndirə bilməyəcəksiniz. Günün ikinci yarısında intuisiyanız kəskinləşəcək, bu da sizi istənilən qeyri-müəyyən şəraitdə düzgün yola sövq edəcək. Dostlarla görüşmək və sizi narahat edən məsələləri müzakirə etmək üçün yaxşı vaxtdır. Çox yorucu, lakin çox məhsuldar bir gündür. Bir neçə çətin problemi həll edəcək, artıq çox enerji itirdiyiniz bir işdə uğur qazanacaqsınız. Köhnə tanışlar tez-tez kömək edirlər. Həqiqətən nəyə nail olmaq istədiyinizi bilirlər və ən yaxşı maraqlı təkliflər verə bilərlər. Nağd pul gəliriniz mümkündür, bugün çox faydalı olacaqlar, yaxşı sövdələşmələr aparmağa və ya sadəcə uzun müddətdir istədiyiniz əşyaları almağa imkan verəcəklər. Sevdiklərinizə hədiyyələr seçə bilərsiniz. Hər kəsi necə sevindirəcəyinizi başa düşürsünüz. Axşam taleyindən narahat olduğunuz insanlardan yaxşı xəbərlər alacaqsınız. Uğurlu gündür və çoxlu sayda insanlarla ünsiyyət qurmaq üçün əla zamandır. Yeni tanışlarla və uzun illərdir təmasda olduğunuz insanlarla eyni dərəcədə yaxşı münasibət quracaqsınız. Komanda işi, ümumi fəaliyyət və əməkdaşlıqla bağlı məsələləri müzakirə edə bilərsiniz. Əhəmiyyətli razılaşmalar əldə etmək çətin olmayacaq. Maliyyə problemlərinin həlli üçün əlverişli gündür. Çox xərcləmirsiniz, amma vacib əşyalara gəlincə də qənaət etməyə çalışmırsınız. Buna görə də bir çox alışlar uğurlu olacaq. Gün unudulmaz görüşlər, qeyri-adi tanışlıqlar vəd edir. Bəziləri nəinki əvvəllər haqqında çoxlu yaxşı hekayələr eşitdikləri insanlarla danışa bilər, həm də onlarla dostluq münasibətlərinə başlaya bilərlər. Çox güman ki, yaxşı xəbərlər alacaqsınız. Əsasən maliyyə məsələləri və ya sizin üçün bəzi mürəkkəb və əhəmiyyətli mülkiyyət məsələləri ilə əlaqədar olacaqlar. Axşam saatlarında xüsusilə çox yaxşı fikirləriniz yaranacaq. Dərhal həyata keçirmək barədə düşünməyin, amma əmin olun ki, sonradan niyyət etdiyiniz məsələlərə mütləq qayıdacaqsınız. Darıxdığınız insanlardan xəbər tuta bilərsiniz. Çox erkən durmamaq daha yaxşıdır, çünki səhər saatları həmişəkindən daha əsəbi keçə bilər. Günortadan sonra hər hansı bir vacib məsələni müzakirə etməyə dəyər. Bu yolla uzun mübahisələrdən qaça və hər kəsin bəyənəcəyi bir həll üsulunu daha sürətlə tapa bilərsiniz. Başqa vaxtlarda sizi tez yora biləcək gündəlik işlər günortadan sonra asan gələcək və bezdirici görünməyəcək. Onlara yaradıcı yanaşmağı bacarırsınız, buna görə də kömək etmək istəyən insanlarla bağlı da qıtlıq olmayacaq. Axşam sevənlər gözlənilməz dərəcədə xoş anlar yaşayacaqlar. Oğlaq. Gərgin və məhsuldar gün. Bütün planlaşdırılan işlərin öhdəsindən gəlmək, yaxınlarınızla ünsiyyət qurmaq və yaxşı istirahət etmək üçün vaxtınız olacaq. Bir çox oğlaq qeyri-adi şəkildə təşkilatlanacaq, bu da onlara problemləri xüsusilə tez və ən kiçik bir çətinlik olmadan həll etməyə kömək edəcəkdir. Ola bilsin ki, dostlarınızdan və ya tanışlarınızdan birinə kömək etməli olacaqsınız və iştirakınız səmimi minnətdarlıqla qarşılanacaq. Tezliklə lazımlı olacaq yeni bacarıqları öyrənmək üçün yaxşı vaxtdır. Nüfuzlu insanlarla əlaqələr qura və möhkəmləndirə, perspektivli himayədarlar əldə edə biləcəksiniz. Günün əvvəlində kiçik çətinliklərdən qaça bilməyiniz çətin olsa da, əhvalınız korlanmayacaq. Yaranan bütün problemlərin öhdəsindən gələ, suallara cavab tapa biləcəyinizə əminsiniz. Bu, həqiqətən də belədir. Bəzi sürprizlər mümkündür, amma ümumiyyətlə vəziyyət nəzarətdən çıxmayacaq, planlaşdırdığınız hər şeyi edə bilərsiniz. Sevdiklərinizlə ünsiyyətdən məmnun qalacaqsınız.
Dostluq və ya sevgi görüşləri, həmçinin ailə şənliyi üçün yaxşı gündür. Sizin üçün əziz olan adamları mükəmməl başa düşəcəksiniz, dəstək və kömək üçün bir yol tapacaqsınız. Günün əvvəlində xoşagəlməz hadisələr, gərgin anlar mümkündür. Ciddi məsələləri müzakirə etmək üçün yaxşı vaxt deyil, həm söhbətləri düzgün başa düşmək çətin olacaq və çox vaxt sözlərinizi öz bildikləri kimi yozacaqlar. Hər məsələdə razılaşa bilərsiniz, amma çox vaxt aparacaq. Günün ikinci yarısı daha əlverişli və sakit alınacaq. Qohumlarla, dostlarla və digər yaxın insanlarla görüşmək üçün doğru vaxtdır. Onlarla ünsiyyət sizi sevindirəcək, son zamanlar çatışmayan inamı aşılayacaq. Vəziyyət necə inkişaf etsə də enerjili və qətiyyətli olacaqsınız, təslim olmayacaqsınız. Uzun müddət öhdəsindən gələ bilmədiyiniz bir işə qayıda bilərsiniz. İndi uğur qazanacaqsınız və bunun üçün xüsusilə çox səy göstərməyinizə ehtiyac olmayacaq. Planlar qurmaq üçün əlverişli gündür. Gücünüzü düzgün qiymətləndirirsiniz, başqalarının nə edəcəyini və hadisələrin necə inkişaf edəcəyini təxmin edə bilirsiniz. Bir sıra sahələrdə bəxtiniz gətirə bilər. Uğurlu təsadüflər sayəsində ayrıldığınız üçün peşman olduğunuz insanla əlaqəni asanlıqla bərpa edə bilərsiniz. Son vaxtlar düşündüyünüz problemləri həll etmək üçün yaxşı gündür. Əvvəllər bir neçə variantı müqayisə etmək lazım idisə və ən yaxşısını seçməkdə tərəddüd edirdinizsə, indi necə davam edəcəyiniz aydındır. Bu sizə ruh yüksəkliyi gətirəcək və uğurunuzdan şübhələnən insanları da sevindirmək üçün bir yol tapacaqsınız. Dostlarla görüşmək düşərli gündür. Onları ziyarət edə və ya evinizdə bir qonaqlığa toplaya bilərsiniz və birgə səyahət ən xoş təəssüratlar buraxacaq. Günortadan sonra maliyyə baxımından əlverişlidir, alış-veriş və sövdələşmələr ürəyinizcə alınacaq. Dolça. Hər şey yaxşı olacaq, amma vaxt itirməyə ehtiyac yoxdur. Bir çox vacib işlərin, o cümlədən uzun müddətdir təxirə saldığınız işlərin öhdəsindən gələcəksiniz. Hər şeyi tək başına etməyə çalışmayın, ailə üzvləri sizə kömək etməkdən məmnun olacaqlar. Bəzi köhnə tanışlar sizə özlərini xatırladacaq və sizi sevindirəcək bir şey tapacaqlar. Bir çox dolçalar tezliklə işlərində faydalı olacaq, faydalı şeylər öyrənəcəklər. Axşam saatlarını sakit və tanış bir mühitdə keçirmək daha yaxşıdır. Günortadan sonra iri miqyaslı layihələrə başlamamalısınız. Başladığınız işi başa çatdırın, yaxınlarınızla ünsiyyət qurun, xoş və rahat bir iş edin. Bütün vacib söhbətlər günün ilk yarısına planlaşdırılmalıdır. Bunun nə ilə bağlı olmasının əhəmiyyəti yoxdur. Mütləq doğru sözləri tapacaqsınız, həm söhbətinizi inandıracaq arqumentləriniz olacaq, heç kəsi incitmədən iddianızı sübut edəcəksiniz. Bu vaxt rəsmi sənədlərin tərtib edilməsi üçün də əlverişlidir. Günün ikinci yarısı müstəqil hərəkətlərin vaxtıdır. Məsləhət və köməyə ehtiyacınız yoxdur. Öz gücünüzə güvənirsiniz və bunlar əvvəllər qeyri-mümkün görünən nəticəyə nail olmaq üçün kifayətdir. Əvvəllər tamamilə ümidsiz görünən bir işdə uğur qazanmağınız mümkündür. İşləri uzun müddət təxirə salmamaq daha yaxşıdır. Günün ilk yarısında onlarla məşğul olmaq ikinci yarıya nisbətən daha asan olacaq. Səhər bəzi vacib suallara cavab tapmaq imkanı yaranacaq. Heç bir şeyi gözdən qaçırmamaq üçün diqqətli olmağa çalışın. Günortadan sonra kiçik anlaşılmazlıqlar ola bilər. Mümkündür ki, bunlara görə planlarınızı dəyişməli, səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmalı olasınız. Axşam sevənlər üçün romantik sürprizlər gözlənilir. Ümumiyyətlə, sevdiyiniz insanla görüşmək, vacib bir məsələni müzakirə etmək üçün doğru vaxtdır. Gün çox məhsuldar olmasa da, yenə də olduqca müvəffəqiyyətli alınacaq. Düşündüyünüz hər planı həyata keçirmək mümkün olmayacaq. Gecikmələr sizin günahınız deyil, uğursuz təsadüflər, müqavilələrin pozulması, heç kimin gözləmədiyi kiçik hadisələr ola bilər. Ancaq ən vacib və təcili məsələlərlə mütləq məşğul olacaqsınız. Qalanlarını sadəcə təxirə salmaq olar. Qonaqları qəbul etmək, ev yığıncaqları təşkil etmək və sizin üçün xüsusilə əziz olan adamlar üçün maraqlı tədbirlər təşkil etmək yaxşıdır. Özünüz də çox yaxşı vaxt keçirəcəksiniz və ətrafınızdakıları da sevindirəcəksiniz. Bugün narahat olmaq üçün ciddi səbəblərinizin olması ehtimalı azdır. Səhərdən axşamadək taleyin dəstəyini hiss edəcəksiniz. Özünüzə inam tez-tez uğur qazanmağa kömək edəcək. Çətinliklə qarşılaşsanız belə geri çəkilmirsiniz, seçilmiş yolu izləməyə davam edirsiniz və məqsədinizə çatırsınız.
Çox güman ki, gözlənilməz səfərlər ortaya çıxacaq. Qonaqlarınız da gələ bilər və imtina etmək istəmədiyiniz təkliflər və ya xəbərlər gətirəcəklər. Karyera və ya biznesin inkişafı üçün əla fikirlər ortaya çıxa bilər. Balıq. İlk baxışdan gün asan görünsə də bu təəssürat aldadıcı olacaq. Elə səhərdən optimist münasibət bütün planlaşdırılan işlərin öhdəsindən gəlməyə imkan verəcək. Bu yaxınlarda münaqişə yaşadığınız insanlarla münasibətləri bərpa etmək yaxşı olar. Bəzi balıqlar çox uzatmadan qəbul etməyə dəyər təkliflər alacaqlar. Bununla belə günortadan sonra əldə olunan nəticələri qorumaq üçün çox cəhd etməli olacaqsınız. Ünsiyyətdə maksimum nəzakət və təmkin nümayiş etdirmək vacibdir. Daha çox dinləyin ki, vacib və faydalı məlumatları öyrənəsiniz. Gözəl gündür. Hadisələr ruhlandıracaq və sevindirəcək, özünə inamı qaytaracaq. Bu yaxınlarda çıxılmaz vəziyyətdə olduqlarını hiss edənlər bundan sonra hara gedəcəklərini başa düşəcəklər. Qeyri-müəyyənliklərdən bezənlər vacib suallara birmənalı cavablar alacaqlar. Bugün demək olar ki, təsadüfən başlayan bir tanışlıq uzun bir dostluğun və ya həyəcanverici sevgi hekayəsinin başlanğıcı ola bilər. Şəxsi münasibətlərə gəlincə hissiyatınıza etibar edə bilərsiniz. Günün əvvəlində bəzi əsəbi anlaşılmazlıqlar, nisbətən tez həll oluna biləcək kiçik problemlər ola bilər. Günün qalan hissəsi xeyirli və uğurlu olacaq. Yaxşı xəbərlər, bəzi vacib kəşflər və maraqlı təkliflər vəd edilir. Köhnə tanışlarla ünsiyyət qurmaq imkanınız olacaq. Əhəmiyyətli məlumatlar paylaşacaq, böyük məsləhətlər verəcəklər. Axşam saatları ailə məsələləri, qohumlarınızla birlikdə həyata keçirməyi planlaşdırdığınız planlarla bağlı qərar vermək üçün ən uyğun vaxtdır. Günün əvvəlində həyəcan və narahatlıq keçirməməyə çalışın. Ünsiyyətçil olmağın asan vaxtı deyil. Xırda şeylərdən inciyə, başqaları səni dərhal düzgün anlamazsa əsəbləşə bilərsiniz.